Əgər həkim bizə kardiomobilin tabletkasını 75 mg dozalanmada yazıbsa, biz 75 mg dozalanmada olan kardiomobilini qəbul etməliyik. Yox, 150 mg dozalanmada qəbul etibsə, biz o zaman kardiyomobili 150 mg dozalanmada qəbul etməliyik. Bəzi hallarda həkim bizə 150 mg-lıq kardiyomobili bölüb atmağımızı tövsiyə edir. Bu nəyə görədir? Bəzi hallarda bizim bədənimizin ehtiyac duyduğu kardiyomobili dozalanması 55 və yaxud da 65 mg olur, məsəl üçün. Bu zaman isə 75-lik çox olduğuna görə həkim bizə 150 mg-lıq dozalanmada olan kardiyomobili bölüb atmağımızı tövsiyə edir. Nəyə görə? Çünki həmin tabletka 150 mg-lıq tabletka bölündüyü halda onun tamlığı pozulur və həmin tabletkanın mədə bariyerindən bağırsaqlara, oradan da bədənə çatan dozası hardasa 55-65 mg olur. Təxmini deyirəm də sizə. Məhz buna görə də həkim bizə bəzi hallarda 150 mg-lığı alıb qəbul etməyimizi tövsiyə edir. Yəni 150 mg tabletkanı alıb bölüb 75 əvəzinə istifadə etmək olmaz. Çünki həmin dozalanma bədənə çatır.